Əziz müəllimlər, dəyərli abituriyentlər, hər birinizi salamlayıram. Bugün sizə qədim Yunanistan və Yunanistan mədəniyyəti haqqında məlumat verəcəm. Zəhmət olmasa, əgər dərslərimizi bəyəniriksə, mümkün olsa kanala abunə olaq, sayımızı çoxaldaq və mümkün olduğu qədər rəy yazaq ki, videolarımız başqalarının da önünə çıxsın və faydalansın. Qədim Yunanistan Balkan yarımadasında yerləşir. Balkan yarımadasında yerləşir. Yunanistan'da 3 dəniz var. Yunanistan cənubda Aralıq, qərbdə İon, şərqdə isə Egey dənizi ilə əhatə olunur. Bir daha qeyd edirəm, Yunanistan Balkan yarımadasının cənubunda yerləşir. Cənubda Aralıq, qərbdə İon, şərqdə isə Egey dənizləri ilə əhatə olunmuşdur. Təbiət Yunanistanı 3 hissəyə ayırır. Şimali Yunanistan, Orta Yunanistan və Cənubi Yunanistan olaraq 3 hissəyə ayırır. Bir daha qeyd edirəm, təbiət Yunanistanı 3 hissəyə ayırır. Şimali Yunanistan'da, Orta Yunanistan və Cənubi Yunanistan'dır. Şimali Yunanistanla Orta Yunanistanı Fermopil keçidi ayırır. Buraya yazaq, Fermopil. Orta Yunanistan Attika vilayətində yerləşir. Orta Yunanistan, Cənubi Yunanistanı bir-birindən dəniz körfəzləri ayırır. Yəni Orta Yunanistanla Cənubi Yunanistanı bir-birindən ayıran isə körfəzlərdir. Cənubi Yunanistan Peloponnes adlanır. Həmin ərazidə Cənubi Yunanistanda isə Mikena və Lakonika vilayətləri yerləşir. Bəs yaxşı, Yunanistanda ən qədim mədəniyyət hansı mədəniyyətdir? Həmin mədəniyyət necə inkişaf eləyib? Onlar nə bacarırlar? Bunlar haqqında geniş məlumat verir. Krit mədəniyyəti. Krit. Krit mədəniyyəti. Krit mədəniyyəti eramızdan əvvəl 3-cü minillikdə Eramızdan əvvəl 3-cü minilliyin birinci yarısında Avropada ilk dövlət Yunanistan ən böyük adası olan Kritdə yarandı. Qədim Kritlərə nə aiddir? Kritlər ümumiyyətlə nə bacarırdılar? Hansı, belə deyək, kimlərlə ticarət edirdilər, nələri inşa edirdilər, hansı formada yaşayıblar, bir-bir qeyd edək. Krit mədəniyyəti haqqında eramızdan əvvəl 3-cü minilliyin birinci yarısında Avropada yaranmışdır. Bu, Hindistanla Yunanistan oxşar cəhətdir ki, eradan əvvəl 3-cü minillikdə keçən dərsimizdə qeyd eləmişdik, Mohenjo-Daro'nun Harappa şəhəri xarabalıqlardır. Burada isə Krit mədəniyyəti eramızdan əvvəl 3-cü minillikdə yarandı. Demək, Kritləri əkinçilik maldarlıqla məşğul olurdular. Kritdə gəmiçilik yüksək inkişaf səviyyəsinə çatmışdır və gəmiçiliyi inkişaf etmişdi və burada böyük limanlar salmışdılar. Şərq mədəniyyətinin təsirinə məruz qalmışdı. Kritlərin öz yazıları var idi. Kritlər, demək, Misirlə, bunu qeyd edəcəm. Misirlə, Finikiya və Babillə, bir də Yunanistan cənub əraziləri ilə ticarət əlaqələri saxlayırdılar. Bir daha qeyd edirəm, Kritlər Misir, Finikiya, Babillə ticarət əlaqələri saxlayırdılar. Əkinçilik malları balıqçılıqla məşğul oldular. Gəmiçilik yüksək inkişaf etmişdi. Öz limanlarına görə gəmiləri inşa edirdilər, gəmi qayırırdılar. Möhtəşəm sarayları inşa ediblər. Demək, özlərinə məxsus yazıları olub. Divarları freskalarla, yəni freska nədir? Divarda xam malın üzərinə çəkilmiş şəkillə divarları bəzəyirdilər. Bəs yaxşı, Krit mədəniyyəti niyə, belə deyək, dağılıb, Krit mədəniyyətinə niyə son qoyulubdur? Krit mədəniyyətinin dağılması eramızdan əvvəl 2-ci minillikdə adaya yaxın baş vermiş vulkan püskürməsi nəticəsində Krit mədəniyyəti süqut etmişdir. Bir daha qeyd edirəm, Krit mədəniyyəti eradan əvvəl 3-cü minilliyin birinci yarısında yaranmış, eramızdan əvvəl 2-ci minilliyin ortalarında Kritə yaxın adada baş vermiş vulkan püskürməsi nəticəsində Krit mədəniyyəti süqut etmişdir. Bəs yaxşı, Krit mədəniyyətinin yerində bundan sonra hansı, belə deyək, mədəniyyət yaranmışdı? Həmin mədəniyyətin nümayəndələri nə ilə məşğul olmuşdular? Mikena mədəniyyəti.
Mikena mədəniyyəti. Eramızdan əvvəl 2-ci minilliyin ortalarında Eramızdan əvvəl 2-ci minilliyin ortalarında yaranmışdır. Xəttim biraz pisdir, hər birinizdən üzr istəyirəm, amma yazdıqca izah edirəm. Eramızdan əvvəl 2-ci minilliyin ortalarında yaranmışdır. Krit mədəniyyətinin təsiri nəticəsində Cənubi Yunanistanda Peloponnes yarımadasındakı Mikena şəhərində yaranmış və bu mədəniyyəti yaradan tayfaların adı Axey tayfalarıdır. Sizin nəzərinizə bir məlumat çatdırmaq istəyirəm. Demək, bu Mikena mədəniyyəti haqqında 2024-cü ilin yaz qəbul imtahanında səhv eləmirəmsə bir sual düşmüşdü. Belə yazmışdı. Mikena mədəniyyətinə aiddir. Axey çox bəsit sual idi, amma abituriyentlərin bəziləri buna səhv cavab vermişdi. Demək, yazmışdı ki, Mikena mədəniyyətinin yaradıcısı Axeylərdir. Bu düzgün versiya idi. Demək, Mikena mədəniyyətinin yaradıcısı Dori Yunan tayfalarıdır. Belə yazmışdı. Abituriyentlərin çoxusu həmin cavabı götürmüşdü, amma siz həmin cavabı götürməsəz daha məsləhət idi. Çünki Axey tayfaları tərəfindən bir daha qeyd edirəm, bu mədəniyyət yaranıb. Dori Yunan tayfaları bu mədəniyyətə artıq son qoyacaq. Biraz öncə Krit mədəniyyəti haqqında məlumat vermişdik. İndi Mikena mədəniyyəti haqqında məlumat verək. Mikenalılar Krit mədəniyyətini, yəni bundan əvvəl Yunanistanda mövcud olan Krit mədəniyyətindən çox şey mənimsəyiblər. Hündür təpə üzərində Akropol inşa edirlər. Akropol sözünün mənası nədir? Akropol yuxarı şəhər deməkdir. Yuxarı şəhərdə kimlər yaşayır? Yuxarı şəhərdə bizim kimi kasıblar yaşamadığına görə yuxarı şəhərdə demək, yəni Mikena Akropolunda hökmdar sarayı, adlı sanlı adamların evləri yerləşirdi. Sarayın yaxınlığında qayalarda sərdabələr düzəltmişdilər. Sərdabələrdə dəfn olunan insanların üzərinə isə qızıl maska qoyurdular. Bunu nəzərinizdə saxlayın. Və eramızdan əvvəl 2-ci minilliyin sonlarında, eradan əvvəl 2-ci minillikdə yaranıb, 2-ci minillikdə də süqut edib sonlarında Yunanistan şimalından gələn Dori Yunan tayfaları, yəni eradan əvvəl 12-ci əsrdə Dori Yunan tayfaları Mikena mədəniyyətinə son qoymuşdur. Bir daha deyirəm, Mikena mədəniyyəti Axeylər tərəfindən 2-ci minilliyin ortalarında yaradılmış, eramızdan əvvəl 2-ci minilliyin sonlarında Dori Yunan tayfaları tərəfindən süquta uğradılmışdır. Yaxşı. Yunanistanda Yunan polislərinin yaranması. Bu Yunan polisləri nədir? Bu Yunan polisləri belə deyək, gələcəkdə şəhər dövlətləri əvəz eləyəndir. Belə deyək, şəhər dövlətləridir. Yəni bu bizim bildiyimiz polislər, yəni hüquq mühafizəsini qoruyan polislərdən deyil. Demək, Yunan şəhər polisləri, Yunan polislərinin yaranması. Eramızdan əvvəl 8-ci əsrdə belə deyək, Yunanistanda polis adlanan şəhər dövlətləri meydana gəldi. Demək, Yunanistanda şəhər dövlətlərinin yaranması nə vaxta təsadüf edir? Eramızdan əvvəl 8-ci əsr. Demək, Yunanistanda hər bir şəhər dövlətdə, hər Yunan polisində Akropol, yəni yenə deyirəm, hündür təpənin üzərində yerləşən şəhər və Akropolun aşağı hissəsində olan Agora adlanan bazar meydanı yerləşirdi. Bir daha qeyd edirəm, Agora adlanan bazar meydanı yerləşirdi və hər bir Yunan şəhər dövlətinə Akropol ucaldılırdı. Orta Yunanistanı Afina, Cənubi Yunanistanı Korinflə Sparta, Egey dənizinin sahillərində Milet və Rodos kimi şəhər dövlətləri var idi. Bəs yaxşı, Yunanistanın ən güclü iki, belə desək, Yunan şəhər dövləti hansıdır? Bunlardan biri Afinadır. Digəri isə Spartadır. Afina şəhər dövləti haqqında mən sizə məlumat verim. Afina şəhər dövləti. Belə deyək, Afina Yunanistan şəhər dövlətlərinin ən qüdrətlisi, bir daha qeyd edirəm, 2 dənə şəhər dövlətdir. Afina şəhəridir və Sparta şəhəridir. Mən sizə hal-hazırda Afina şəhəri haqqında danışacağam. Afina Orta Yunanistanda Attika vilayətində yerləşir və Afinanın azad əhalisi iki hissəyə bölünür. Aristokratlardır və
Demoslardır. Aristokratlardır. Bir də demoslardır. Afina şəhər dövlətinin əhalisi. Aristokratlar kimlərdir? Aristokratlar adlı sanlı Yunanlar. Yəni Yunanların belə deyək, varlı nəslindən gələn zadəgan təbəqəsi idi. Aristokratlar öz hakimiyyətlərini yaratdıqları idarə üsulunu yaxşıların hakimiyyəti adlandırırlar. Bəs demos kimdir? Demos Attikanın aristokratlardan başqa bütün azad əhalisi. Bir daha qeyd edirəm və bura yazıram. Bütün azad əhalisi. Aristokratlardan başqa Yunanıstan bütün əhalisi əkinçilik maldarlığına məşğul olurdular. Belə desək, zeytun yağı, şərab saxlamaq üçün isə 2 qublu kilqab olan amforalar düzəldirdilər. Nəzərinizdə saxlayın bunları. Yunanistanda, yəni Afina şəhər dövlətində eramızdan əvvəl 7-ci əsrdə xronoloji ardıcıllıqda çox düşür. Uşaqları belə desək, yadında qalan bir şeydir. Yəni xronoloji ardıcıllıqda siz rastlaşa bilərsiniz. Afinada gümüş pul kəsilmişdir. Afinada gümüş pul kəsilibdir. Eramızdan əvvəl 7-ci əsrdə və belə desək, Afinada borc daşı, Afinada köləlik necə inkişaf edib? Afinada bu borc daşı nə olan bir şeydir? Borc daşı necə bir şeydir? Bunun haqqında sizə məlumat verim. Afinada borc daşı bəlkə də mənasız bir məlumat olacaq abituriyentlər üçün, bəlkə də çox mənalı bir məlumat olacaq, amma mən belə eşitmişəm ki, ilk borc daşının adı ipoteka olub. Bunu nəzərinizə çatdırım. Yəni borc daşı müasir dildə desək, müasir nisiyə dəftəri. Amma bu biraz ağır nisiyə dəftəri necədir? Demək, əvvəllər öz təsərrüfatlarına çalışan bu adlı sanlı adamlar torpaq sahələri genişləndikcə, həmin torpaq sahələrində işləmək üçün belə deyək, günəmuzsu adamlar lazım idi. Demək, gündəlik iş görən adamlar lazım idi. Demək, həmin insanlar məhsul az olan vaxtlarda kəndlər adlı sanlı adamlardan faizə borc alır. Borc kəndlinin torpağına borc daşı kimi qoyulurdu. Demək, nə edirdi? Kəndli varlı insandan borc alırdı. Həmin borc alan insanın torpağına həmin varlı adam tərəfindən borc daşı qoyulurdu. Demək, borc daşının mahiyyəti nədir? Borc daşının üzərində bir belə desək, borcun verilmə tarixi, bir də borcun qaytarılma tarixi yazırdı. Əgər borc vaxtında qaytarılmasaydı, həmin borc götürən insanın ailəsi ilə birlikdə qula çevrilirdi. Yəni, borc götürdüyü adamın asılsına dönürdü. Afina şəhər dövləti haqqında, demək, idarə etməsi haqqında. Bu dəfə idarə etmə haqqında danışaq. İdarə etmə. İdarə etmə. Afinada idarə etmə necə oldu? Afinada Ağsaqqallar Şurası var. Ağsaqqallar Şurası və xalq yığıncağı var. Bunlar hansı funksiyaları yerinə yetirirdilər? Və xalq yığıncağı var idi. Ağsaqqallar Şurası hansı məsələyə baxırdı? Xalq yığıncağı hansı məsələyə baxırdı? Ağsaqqallar Şurası adlı sanlı adamlardan, aristokratlardan, yəni təşkil olmuşdur. Nəzərinizə çatdırım ki, eramızdan əvvəl 7-ci əsrdə, bir daha qeyd edirəm, eradan əvvəl 7-ci əsrdə, biraz öncə dediyim kimi gümüş pul yarandı. Bütün məsələləri Ağsaqqallar Şurası həll edirdi. Ağsaqqallar Şurası qanunlar qəbul edir. Bu qanunlar əsasında məhkəmə qurulur və bu qanunlardan birinə drakon qanunlarıdır ki, biraz bundan sonra haqqında məlumat verəcəm. Afinada xalq yığıncağının funksiyaları nədən ibarətdir bəs? Xalq yığıncağının bu dövrdə səlahiyyətləri az idi. Eramızdan əvvəl 6-cı əsrin sonlarında, ailə hakimiyyət orqanı olubdur. Ona qanunları müzakirə etmək və qəbul etmək səlahiyyəti verilib və strategilər seçməyə başlayıblar. 6-cı əsrin sonlarından strategilər, orduya və donanmaya başçılıq etmək üçün strategilər seçməyə başlayıblar. 20 yaşına çatmış hər bir Afina vətəndaşı
bu belə desək, xalq yığıncağında iştirak eləmək hüququna malik idi. Bəs biraz öncə qeyd etdiyim bu drakon qanunları nədir? Bu drakon kimdir ümumiyyətlə? Drakon hansı belə deyək, peşə sahibi olub, iş sahibi olub? Bu haqqında məlumat verir. Drakon qanunları. Eramızdan əvvəl 7-ci əsr yazırım. Mən dəqiq tarixini yazıram, amma eradan əvvəl 621-ci illədir. Drakon qanunları eradan əvvəl 7-ci əsrdə Afinada tərtib olunmuşdur. Drakon qanunları onu tərtib edən, yəni bu qanunları tərtib edən drakonun adı ilə bağlıdır. Drakon qanunları aristokratların, yəni varlıların həyat və əmlakını müdafiə edirdi. Ən kiçik səhvə görə, yəni belə deyək, demosa, ən kiçik səhvə görə təqsirkara ölüm hökmü, yəni ən ağır hökm nəzərdə tutulurdu. Ona görə də drakon qanunlarına belə desək, qanla yazılmış, mürəkkəblə yox, qanla yazılmış qanunlar deyirlər. Bir daha qeyd edirəm, bunun deyilmə səbəbi nədir? Ən kiçik səhvə görə təqsirkar ölümdən belə deyək, ölümə məhkum olurdu və ona görə də mürəkkəblə yox, qanla yazılmış qanunlar adlanırdı. Amma kasıbları hər dövrdə müdafiə edən bir varlı insan çıxdığına görə bu dövrdə də bir insan çıxıb orduya eramızdan əvvəl 594-cü ildə Solon adında bir insan çıxıb və Solon islahatları keçirib. Solon islahatları. Solon kimdir? Solon da aristokratların təbəqəsindən çıxmış bir insandır. Amma Solon islahatına belə bir şey gedir. Deyir, eramızdan əvvəl 7-ci əsrin sonunda Afinada ciddi iqtisadi problemlər, siyasi ziddiyyətlər kəskinləşdirir. Ona görə belə deyək, Demosun orduda artıq iştirak eləməyəcəyindən qorxan aristokratlar Demoslara güzəştlik etməyə məcbur olurlar. Afinada Demosun əsas tələbləri nələr? Yəni kasıb təbəqənin əsas tələbi nə idi? Afina idarə olunmasına iştirak eləmək istəyirdilər, kəndlilərə torpaq payın verilməsini istəyirdilər. Bir də təbii ki, kasıb nə istəyə bilər? Kasıb borcların ləğv edilməsini istəyə bilər. Eramızdan əvvəl 594-cü ildə Solonun keçirdiyi islahata əsasən onun verdiyi qərarlar nədən ibarətdir və Ağsaqqallar Şurası, xalq yığıncaqda bu qərarları necə qəbul ediblər? Solon islahatına görə bir, demək, kəndlilərin torpağa görə bundan sonra bütün borcları ləğv olunub. 2. Borca görə qul edilən Afinalılar azad olunub, gələcəkdə borca görə qula çevirmək qadağan olunub, yəni borc köləliyi bir dəfəlik ləğv olub. Xülasə, növbəti Solon islahatlarına görə Afinalıların gələcəkdə borca görə qula çevrilməsi qadağan olunub. Taxıl və digər zəruri ərzaq məhsullarının ixracı qadağan edilibdir. Attikanın yerli sakini olan bütün kişilər Afina dövlətinin vətəndaşı hüququ alıblar. Xüsusilə qeyd edirəm. Baxın, eramızdan əvvəl 594, eramızdan əvvəl 6-cı əsrdir, düzdürmü? Demək, eramızdan əvvəl 594-cü ilə vətəndaşlıq hüququ alıblar. Vətəndaşlıq hüququ. Yəni, istədiyi vəzifəni tutmaq, siyasi hakimiyyətə təmsil olunmaq hüququ Yunanistanın eradan əvvəl 6-cı əsrdə deyil. Bu 5-ci əsrdə 443-428-də Periklin strategili dövründə olacaq. Birazdan qeyd edəcək. Bunu mütləq şəkildə yadınızda saxlayın. Eramızdan əvvəl 6-cı əsrin əvvəllərində Yunanistan azad əhalisinə verilən hüquq vətəndaşlıqdır. Yəni, siyasi hüquqlar verilməyib və kəndlərə nəzərdə tutulan, yəni belə desək, Solon islahatlarının nəticədə Afina vətəndaşlarının hüquq və vəzifələri onların əmlakına uyğun müəyyən edilməyə başlanılıb. Lakin yoxsul vətəndaşlar siyasi vəzifəyə bir daha qeyd edirəm, seçilə bilməzdilər. Bu Solon islahatının məhdud cəhəti idi. Bir də kitabımızda yazmıyorum bir məsələni deyim ki, Solon islahatının məhdud cəhətlərindən biri də belə desək, kəndlərə nəzərdə tutulan torpaqların verilməməsidir. Onu da istəsəniz yadınızda saxlaya bilərsiniz. Afinada demək, Afinada tiraniya çevrilməsi. Tiraniya nədir ümumiyyətlə? Tiraniya nə deməkdir? Onu qeyd eləyək. Tiraniya. Tiran tək başına hakimiyyət, zorla hakimiyyətə ələ keçirdiyi üçün onu tiran adlandırdılar. Yeni varlar və aristokratlar, borclu olan yoxsul kəndlər tiranı dəstəkləyirdilər. 6-cı əsrin sonlarında Afinalılar üsyan qaldırıb. Eradan əvvəl 6-cı əsrin sonunda üsyan qaldırıb tiranlığa son qoyublar. Eradan əvvəl 6-cı əsrin sonunda.
Çünki belə deyək, eradan əvvəl 6-cı əsrin sonunda keçirilən islahatlara əsasən xalq yığıncağı ali hakimiyyət orqanı olub. Bir daha da qeyd edilib, biraz öncə də qeyd elədim. Xalq yığıncağına qanunları müzakirə və qəbul etmə səlahiyyəti verilib və buna görə də orduya və donanmaya başçılıq eləmək üçün eradan əvvəl 6-cı əsrin sonunda strateji vəzifəsi təsis eləyiblər. Bunu diqqətlə yadımızda saxlayaq. Bu Afina şəhər dövləti haqqında məlumat idi. İndi isə Sparta şəhər dövləti haqqında məlumat verim. Sparta şəhər dövləti. Eramızdan əvvəl 2-ci minilliyin eramızdan əvvəl 2-ci minilliyin sonunda xüsusi qeyd edirəm. Dori tayfaları Cənubi Yunanistana hücum edib Lakonika vilayətini Lakonika vilayətini işğal edib və Sparta şəhərinin, baxın, Sparta şəhər dövlətinin yox, Sparta şəhərinin əsası qoyulub. Messenia vilayətini tutaraq əhalini qula çeviriblər. Mikena mədəniyyəti isə məhv edilibdir. Bundan sonra Dorilər özlərini Spartalılar adlandırmağa başlayıb və Afinanın eyni vaxtda eramızdan əvvəl 8-ci əsrdə şəhər dövlətinə çevrilibdir. Sparta şəhərində bundan sonra idarəçilik başqa necə olub, bunlara diqqət edək. Demək, Sparta şəhər dövlətinin idarə etmə sistemi oliqarxiya sisteminə əsaslanıbdır. Ölkəyə 2 hökmdar başçılıq eləyir. Spartada Ağsaqqallar Şurası və Xalq Yığıncağı eynən Afinada olduğu kimi fəaliyyət göstərirdi. Belə deyək, Spartalılar koloniyalar yaratmaq əvəzinə qonşu əraziləri işğal edib ərazilərini ələ keçirdilər. Dedik, fərqli dövrlərdə qullara fərqli adlar veriblər. Məsələn, Misirdə keçdi. Misirdə qulları necə adlandırdılar? Canlı ölülər. Yunanistana necə adlandırdılar? Yad düşmən. Afinada birazdan qeyd eləyəcəm. Bu Periklin strategili dövründə insan ayaqlı adlandıracaqlar. Spartada isə qulları bu cür adlandırırdılar. Qullar hilot adlanırdı. Və bu qullar, yəni hilotlar daha çox müharibədə əsir götürülən insanlar tərəfindən, belə deyək, insanları hilota çevirirdilər. Müharibədə əsir götürülən insanları və bir daha qeyd edirəm, Spartada qulları hilotlar adlandırırlar. Yunan şəhər dövlətlərinin, o cümlədən Sparta ordusunun düzülüş qaydası isə ordunun düzülüş qaydası falanqa adlanırdı. Bəs yaxşı, Spartalılara nə qadağan idi? Bunlar qəti surətdə Spartada qadağan idi. Bu 3 nəsnə, bu 3 qanun qadağan edilmişdir. Bunlar hansı idi? Hərbi işdən başqa işlə məşğul olmaq bir. Fəlsəfə, incəsənət, ədəbiyyatla məşğul olmaq və xaricə, başqa ölkələrə səfər eləmək Spartada qəti qadağan idi. Bir daha qeyd edirəm, hərbi işdən başqa işlə məşğul olmaq, ədəbiyyatla, incəsənətlə, fəlsəfə ilə məşğul olmaq, xaricə və başqa ölkələrə səfər eləmək Spartada qəti surətdə qadağan idi. Bunları eləmək qanunla ölüm hökmü sayılırdı. Yunan şəhər koloniyaları haqqında danışaq. Yunan şəhər koloniyaları. Bəzən deyəndə şagirdlər bu koloniyanı ələ vurub o limonlu su kimi təsəvvür edirlər, amma o deyil. Koloniyalar yaşayış məskənidir, bunu nəzərdə çatdırım. Qədim Yunanistanda bir çoxları öz ölkəsindən köçməsinin səbəbləri nədir? Baxın, əgər düşünün ki, biz xalqların böyük köçü dərsində keçsək, həmin dərsdə də görəcəksiniz, insanların bir yerdən başqa yerə köçməsinin çox vaxt səbəblərindən biri bu olubdur ki, belə desək, əhalinin sayı artıb. Burada da insanların bir yerdən başqa yerə köçməsinin səbəbi əhalinin sayının artmasıdır, ticarətin inkişaf etməsidir, əkinə yararlı torpağın çatışmaması idi, demos və zadicana, yəni kasıblarla varlılar arasında ziddiyyətdən olmasıdır. Koloniyalar eramızdan əvvəl 8 eramızdan əvvəl 6-cı əsrlərdə
Qafqazdan İspaniyaya qədər olan dəniz sahillərini Yunan şəhər koloniyaları salıblar. Qədim Yunanlılar harda məskunlaşmasına asılı olmayaraq özlərini vahid xalq hesab edirlər, özlərini ellinlər, vətənlərini isə Ellada adlandırırdılar. Nəzərinizə çatdırım. Yunanlılar öz mədəniyyətlərini, siyasi ideyalarını Aralıq dənizinin sahillərindəki ərazilərdə yayırdılar, ticarət və sənətkarlığın inkişafına şərait yaradıblar. Gəldik əsas məsələyə. Yunan şəhər koloniyalarını ələ keçirmək istəyən Əhəmənilər dövləti ilə Yunanistan dövləti arasında hansı döyüşlər baş verib, Yunan Əhəməni müharibələri necə inkişaf edibdir, bir baxaq. Yunanlarla Əhəmənilər arasında döyüşdən baş verməz. Yunan Əhəməni müharibələri. Demək, eramızdan əvvəl 500, eramızdan əvvəl 449-cu illərə əhatə edir. Yunan Əhəməni müharibələrinin mahiyyəti nədir? Eramızdan əvvəl 5-ci əsrin əvvəllərində Avropada Yunanistan, Asiyada isə Əhəməni dövləti öz qüdrətinin ən yüksək zirvələrinə çatmışdır. Bu dövrdə Əhəməni dövlətinin özünə tabe etdiyi bu Kiçik Asiyanın qərbindəki Yunan şəhər koloniyaları ona qarşı üsyan qaldırırlar və həmin Yunan şəhər koloniyaları Yunanistan şəhər dövlətlərindən Əhəmənilərə qarşı belə deyək, köməkli istəyir və bunun nəticəsində eramızdan əvvəl 500-dən 449-cu ilə qədər Yunan Əhəməni müharibəsi baş veribdir. Yunan Əhəməni müharibəsinin gedişində hansı döyüşlər baş verib? Eramızdan əvvəl 490. Marafon. Eramızdan əvvəl 480. Fermopil. Eramızdan əvvəl 480. Salamin. Eramızdan əvvəl 479. Plateya döyüşüdür. Qalib gələn tərəfləri yazım, qeyd edeyim. Yunanlar qalib gəlib. Əhəmənilər qalib gəlib. Yenə Yunanlar və müharibənin ümumi qalibi Yunanlardır. Yalnız Fermopil döyüşündə Əhəmənilər qalib gəlmişdir. Yunan Əhəməni müharibəsinin gedişində 4 dənə döyüş baş verib. Eradan əvvəl 490-cı ildə Marafon düzündəki döyüşdə Yunan qoşunları Miltiad başçılıq edirdi. Belə desək, Yunanlar Əhəməniləri məğlub edib, bir nəfər 42 km dayanmadan qaçıb qələbə xəbərini çatdırıb, ondan sonra patlayıb, bundan sonra Marafon qaçışla yaranıbdı. Bu haqda yəqin ki məlumatınız var sizin. Eramızdan əvvəl 480-ci ildə Fermopil keçidindəki döyüş Əhəmənilərin yeganə qalib gəldiyi döyüşdür. Bunu deyil. Eramızdan əvvəl 480-ci ildə Fermopil keçidində baş vermiş döyüşün nəticəsində Əhəmənilər bu döyüşdə bir xainin göstərdiyi gizli yolla Sparta şəhər dövlətindən olan, yəni Spartalı olan Leonidin qoşunlarını Orta Yunanistan ərazisində məğlub edib və əgər sizə xronoloji ardıcıllıq versə, sizə yazsa ki, Əhəmənilərin Orta Yunanistan tutması bu eramızdan əvvəl 480-ci ildə Fermopil adlı ərazidə baş verən döyüş nəticəsindədir. Yəni Əhəmənilər Yunanları məğlub etdikdən sonra Fermopil adlı Yunanistanın cənub ərazisini işğal ediblər. Eramızdan əvvəl 480-ci ildə Salamin dəniz döyüşü baş verib, Yunanla qələbəsi ilə başa çatıbdır. Bir il sonra Yunanlar Əhəməniləri Yunanistandan qovublar və belə desək, eradan əvvəl 479-da Plateya döyüşü baş verib və yenə Yunanlar bu döyüşdə qalib gəldilər. Yunan Əhəməni müharibələrinin nəticələri bəs necə olubdur? Yunan Əhəməni müharibələri necə nəticələnib? Buna baxaq. Yunan Əhəməni müharibələrinin nəticələri. Nəticələri nədən ibarətdir? Əhəmənilər Yunanistandan qovulsalar da dəniz döyüşləri 30 ilə qədər davam edib və Afina strategilərinin başçılıq etdiyi Afina dəniz ittifaqını yaradıblar. Baxın, Salamin dəniz döyüşündən sonra eradan əvvəl 480-dən sonra Afina dəniz ittifaqı yaradıblar. Eradan əvvəl 449-cu ildə müharibə bitəndə Yunanlarla İranlılar arasında bağlanmış sülh müqaviləsi nəticələrinin olubdur. Yəni eradan əvvəl 449-da bağlanmış sülhün nəticələri nədən ibarətdir? Bağlanmış müqavilənin şərtlərinə görə, bir də onu qeyd edelim ki, Afinalılar eradan əvvəl 5-ci əsrin əvvəlindən etibarən özlərini dəniz sahibləri adlandırıblar.
Əhəmənilərin Yunanlılarla bağladığı 449-cu il sülh müqaviləsinin şərtinə görə sülhün iki şərti var. Əhəməni dövləti Egey dənizi adalarındakı və Kiçik Asiyadakı Yunan şərq koloniyalarının müstəqilliyini tanıyıb, Əhəməni hərbi donanması Egey dənizində üzmək qəti surətdə qadağan olunubdur. Bu da Yunan-İran müharibələrdir. Bəs yaxşı, Afinanın ən görkəmli strategilərindən biri kim olub? Afinada quldarlıq demokratiyası dövrü, yəni Periklin strategili dövrü eramızdan əvvəl 443, eradan əvvəl 428-ci illəri əhatə edir. Perikl, belə deyək, Yunanistanda birincisi onu qeyd edelim ki, Afinada qulları biraz öncə qeyd eləmişdim, bir də qeyd edirəm Spartada. Hilotlar Afinada isə insan ayaqlı adlanırdılar. Yunanistandan qul əməyindən haralarda istifadə edirdilər? Filiz mədənlərində və daş karxanalarında. Bəs yaxşı, Afinada quldarlıq demokratiyası bu adın yazdığımız Periklin strategili dövründə hansı proseslər baş veribdir? Afinada quldarlıq demokratiyasının ən yüksək inkişaf dövrü eramızdan əvvəl 5-ci əsrin ikinci yarısında varlı ailədən olan Periklin strategili dövrünə təsadüf edir. Bu da 443-428-ci illərdə olubdur. Periklin strategili dövründə hansı proseslər baş veribdir? Bir daha qeyd edirəm, quldarlıq demokratiyasının çiçəklənmə dövrü adlanır. Bütün Afinalılar idarə etmədə iştirak edə bilərdilər. İştirak. Bütün Afinalılar idarə etmədə iştirak edə bilərdilər. Bu bir. 2. Yoxsullar istədiyi vəzifəni tuta bilərdi. Burada biraz ayaq saxlayıram. Niyə deyəcəm? İnsanlar Yunanistanda, məsələn, Romanda növbətdə izah edəndə görəcəksiniz. İnsanlar burada, necə deyim, vəzifə tutmağa maraqlı idilər. Niyə? Çünki vəzifəyə görə pul verirdilər, yəni əmək haqqı verirdilər. Məsələn, Romada bunun tam tərsi olacaq. Romada insanlar vəzifə tutmağa maraqlı olmayacaq. Niyə? Çünki əmək haqqı verilməyəcək. Amma Yunanistanda insanlar vəzifə tutmağa maraqlı idilər, çünki əmək haqqı verirdilər. Yoxsul vətəndaşlara taxıl və pul paylayırdılar. Vətən uğrunda həlak olanların ailələrinə, uşaqlarına, qocalara və əllərə köməklik göstərilirdi. Bəs yaxşı, Periklin strategili dövründə xalq yığıncağı necə idarə olunurdu və xalq yığıncağı hansı funksiyaları yerinə yetirirdi? Xalq yığıncağı Periklin dövründə 20 yaşına çatmış vətəndaşlar iştirak edə bilərdi. Xalq yığıncağına qanunlar qəbul olunur, müharibə və sülh məsələləri həll olunurdu. Dövlət məmurları, strateq, xəzinədar kimi vəzifələr seçilirdi. Xarici siyasətlə bağlı olan qərarlar qəbul olunurdu. Nəzərinizə çatdırım. Bəs yaxşı, Afina-Sparta müharibəsi nə zaman baş verib? Afina-Sparta müharibəsinin qalibi kimdir? Bu müharibə ümumiyyətlə niyə baş verib? Afina ilə Sparta. Afina-Sparta müharibəsi eradan əvvəl 431, eramızdan əvvəl 404-cü illəri əhatə edir. Afina-Sparta müharibəsi biraz dərsimizin əvvəlində də qeyd etdiyim kimi, Afina ilə Sparta Yunanistanın ən güclü şəhər dövlətlərindən ikisidir. Bu müharibə eradan əvvəl 431-ci ilə başlayıb. Yəni niyə başlayıb? Səbəb nədir? Yunanistanda həm Yunanistan, həm də dənizlərdə ağalıq eləmək, ağalıq uğrunda Afina ilə Sparta arasında müharibə başlayıb. Bu Afina-Sparta müharibəsinin nəticəsində nələr baş verib? Qalib tərəfi yazıram bura. Qalib tərəf Sparta dövləti. Sparta dövlətində mən bir şeyi bayaq qeyd eləmədimsə, Sparta hərbiləşdirilmiş dövlətdir. Deyim, yəni orada doğulan hər bir oğlan uşağı belə desək hərbiçi sayılır. Qalib gələn tərəf Sparta, məğlub olan tərəf isə Afina idi. Sparta Afinanı və onun müttəfiqlərini məğlub edib, Yunanistan təsərrüfatına böyük zərbə vurulub. Yunan şəhər dövlətləri zəifləyərək daxili ziddiyyətlər dərinləşib və az sonra Makedoniya dövlətinə qarşı ciddi müqavimət göstərə bilməyərək növbətdə deyəcək sizə Xeroneya döyüşündə Yunan şəhər dövləti Spartadan başqa Yunan şəhər dövlətlərinin azadlığına son qoyulubdur. Yunanistan mədəniyyəti haqqında. Yunanistanda mədəniyyət.
Yunanistanda mədəniyyət. Yunanistanda din. Bunlar hər biri haqqında geniş şəkildə danışırıq. Yunanistanda teatr, təhsil, demək, əlifba, elm. Sonra olimpiya oyunları, belə ayrım. Olimpiya oyunları. Memarlığı biraz aşağıdan. Bir memarlığı sonra memarlıq haqqında danışaram. Olimpiya oyunlarını tam izah edəndən sonra. Demək, Yunanistanda başlayaq dinlə. Yunanistanda din. Diqqətlə qulaq asaq. Yunanistanlılar, qədim Yunanlar çox tanrılı dinə ibadət edirlər. Tanrıları Olimp dağının zirvəsində yaşadığını düşünür. Onların şərəfinə dini bayramlarda idman yarışları keçirirlər. Yunanların baş allahı Zevs. Məsələn, demək Şumerlərin baş allahı An, Misirlərin baş allahı Amon, Yunanların baş allahı Zevs adlanır. Bundan əlavə Dionisin şərəfinə əfsanələr söylüyor həmin oyunlarda. Məsələn, Olimpiya oyunlarında birazdan deyəcəm. Məsələn, Selena, Herakl, Dionis kimi, ilahə Afina kimi tanrılar var idi və Dionisin şərəfinə əfsanələr söylüyor. Açıq havada tamaşalar verilirdi. Teatr. Teatr eramızdan əvvəl 5-ci əsrin sonlarında bütün Yunan şəhərlərində teatr, yəni belə deyək, Yunanca tamaşa yeri tikilibdi. Teatrda əfsanələr, belə deyək, əsərləri tamaşaya qoyulurdu. İlk Yunan piyesinin müəllifi qeyd edirəm Esxil olmuşdu. İlk Yunan piyesinin müəllifi Esxil olmuşdu. Yunanistanda təhsil. Yunanlar təhsilə böyük önəm veriblər. Ən yaxşı məktəblər Afinada idi. Azad Yunanlıların övladları bu məktəblərə gedir. Burada iti uclu stil adlanan metal çubuqla yazırdılar. Metal çubuğunun arxası pozan kimi istifadə olunurdu, kütüydü. Məktəblərdə şagirdlərə Homerin İlyada və Odessa poemasını belə desək öyrədirdilər, poemalarını əzbərlədirdilər. Yunanistanda əlifba. Yunanlıların öz əlifbası var idi. Yunan əlifbasından daha sonralar Latın və Kiril əlifbaları yaranıbdı. Yunanistanda elm. Yunan elminin ilk mərkəzi Kiçik Asiyadan Milet şəhəridir. Eramızdan əvvəl 5-ci əsrdə Afina demokratiyasının bərqərar olması ilə Afina şəhəri Yunan elminin belə deyək, siyasi elmi mərkəzinə çevrilibdir. Ondan sonra Aristotel kimi, Pifagor kimi, Sokrat kimi alimlər olubdur. Məsələn, Demokrit var. Demokrit dünya zərrəcikləri bölünməsi atomlarından ibarət olduğunu söyləyib. Herodot, hətta Misir dərsində, ilk dərsimizdə də keçdiyimiz kimi tarixin atası adlanırdı. Hipokrat tibb elminin yaradıcılarından biridir. Aristotel bütün elmləri ayrı-ayrı sahələr üzrə, məsələn, fizikanı, biologiyanı, riyaziyyatı və s. elmləri ayrı-ayrı hissələrə bölən, belə deyək, alim kimi tanınıb. Yunanistan olimpiya oyunları. Gəldi əsas məsələyə, eradan əvvəl 776-cı il. Bu xüsusi olaraq Yunan olimpiya oyunlarından danışmaq lazımdır. Yunanistan'da 4 ildən bir keçinən idman yarışları ilk olimpiya oyunları 776-cı ildə eradan əvvəl keçirilib. Nəzərinizə çatdırım ki, Yunanistan'da olimpiya oyunlarının keçirilməsi ilə belə desək, Yunanistan'da il hesabının başlanğıcı qoyulub. Olimpiya oyunlarına aid xüsusiyyətlər nələrdir? İlk dəfə qədim Yunanistan'da keçirilib. Oyunlar zamanı müharibələr dayandırılır, Olimpiya şəhərinə bir məşəl yandırılırdı. Demək, Yunanlıların müqəddəs saydığı Peloponnesdəki Olimp şəhərinə keçirilirdi. Şəhərin mərkəzində, məbədin içərisində heykəltaraş Fidi, demək, baş Allah, biraz öncə qeyd edilən baş tanrı Zevsin heykəlini düzəldir. Oyunlarda idmançılar qaçmaq, tullanmaq, uzağa nizə atmaq, disk atmaq, yumruq döyüş növləri olub da. Amma ən təhlükəli oyun 4 at qoşulmuş arabaların yarışması idi. Qaliblər də Zeytun çələngi ilə mükafatlandırırdılar və onların vətənlərinə hansı yerdən idisə, filan idisə, belə desək, həmin ərazidə onlara heykəl qoyulurdu. Yunanistan'da memarlıq. Yunanistan'da memarlıq. Demək, Afina Akropoluna Yunan memarlığın möcüzəsi hesab edilən binalar inşa olunubdur. Bunlardan ən möhtəşəmi isə Parfenon, bunu qeyd edirəm. Roma dərsini keçəndə buna Panteon deyəcək. Parfenon məbədidir. Parfenon bütün Allahların məbədi adlanırdı. Parfenon məbədi ilahə Afinanın xüsusi şərəfinə tikilibdir. Burada heykəl taraş Fidi qızıl və fil sümüyündən ilahə Afinanın şərəfinə 12 metr hündürlüyündə heykəl düzəltmişdi. Əziz müəllimlər və abituriyentlər, qədim Yunanistan və Yunanistan mədəniyyəti haqqında bu qədər.
bugünkü dərsimizi sonlandırıram. Ümid edirəm ki, dərsimizi bəyəndiniz. Bir daha qeyd edirəm, dəstək olmaq üçün kanalımıza abunə olaq, dərsləri izləyək. Bundan sonra əlavə sınaqlar paylaşılacaq sizin üçün. Belə desək, daim izləmədə qalsaq məncə daha yaxşı olar. Əgər sizin üçün hər hansısa bir dərs çətinlik törədirsə, bunu rəylərdə qeyd edə bilərsiniz. Çox sağ olun, minnətdaram.